Hamının bildiği kimi insanlar palçıqdan düzəldilib. Yahudi, Hristiyan və İslam əlyazmaları bunu açıq şəkildə bəyan edir. Yaradılış kitabında belə deyilir. Rəbb, Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu. İncil, Yaradılış 2-ci surə 7-ci ayə. Biz insanı başqa şəklə düşmüş qara palçıqdan yaratdıq. Quran 15-ci surə 26-cı ayə. İçine azacıq nur qarışmış, əsasən qara olan palçığımızın təbiətini ortaya qoyan torpaq, yerin özündə olan fiziki maddədir. Odur ki, insan bədəllərinin yer üzünə və onu yaradana fundamental bağlılığı var. Təsəvvür et ki, sən bir sənətkarsan, daha dəqiq desək, bir heykəltaraşsan. Gildən bir heykəl yaradırsan, onun gözlərini və burnunu formalaşdırırsan. Elə ki, onun hər bir xüsusiyyəti birbaşa sənin xəyal gücündən qaynaqlanır. Onu bir parça formasız gildən yaradırsan. İndi təsəvvür et ki, Allah sənə öz yaratdığına səcdə edərək ibadət etməyi əmr edir. Bəlkə də iblisin bunu niyə rədd etdiyini anlamaq indi daha asandır. Lakin iblis Allahın sözlərindəki çox önəmli bir şeyi qaçırdı. Allah mələklərə təlimat verdi. Mən ona öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin. Quran 15-ci surə 29-cu ayə. Allahın Adəmə üfürdüyü ruh nə idi? Adəmin ruhu Allahın nurunun bir şüasıdır. Adəm insan formasında olan ilk xəlifə idi. Onun fiziki bədənini heç şübhəsiz iblis yaratmışdı. Adəmin içində olan bir şey isə bu aləmdən deyildi. Quran-ı Kərim Adəm əleyhissalamın əzəmətini bir çox ayədə açıqlayır. Bunun kimi. O Adəmə bütün adları öyrətdi. Sonra onları mələklərə göstərib dedi: Doğru danışanlarsınızsa bunların adlarını mənə deyin. Onlar dedilər: Sən pak və müqəddəssən. Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur. Həqiqətən sən bilənsən, müdriksən. Allah dedi: Ey Adəm, bunların adlarını onlara bildir. O, bunların adlarını onlara bildirdikdə Allah dedi: Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm? Quran 2-ci surə 31-33-cü ayələr.